Salam, axşamınız xeyir əziz dostlar. Hər birinizi Astream Akademiyası salamlayıram və mən Yadullah Dadaşov. Artıq biz Windows Server dərslərinə başlayırıq. Windows Server barəsində tanışdıq kimi danışmaq istəyirəm. Bəziləriniz, çoxlarınız artıq eşitmisiniz Windows Serverin nədir, hansı rolları var, hansı hallarda istifadə edilir, nə özəllikləri var, nə xüsusiyyətləri var. Yəqin çoxlarınız tanışsınız. Bir balaca yenə də bugün biraz təkrar edək və dərsə keçməmişdən qabaq qeyd edim ki, biz hər dəfə çəkiliş edən zaman çəkilişdən sonra hardasa 1-2 gün müddətində bunun PDF formasını LinkedIn və WhatsApp qrupumuza paylaşacağam, hazırlayıb paylaşacağım. Çünki iş biraz çox olduğu üçün hamısını çatdırmaq mümkün deyil. Çəkilişlər dərhal çəkiləndən sonra YouTube-da yayımlanacaq, amma dərslər bir gün, 2 gün ərzində PowerPoint versiyasında yayımlanacaq. Deməli, yoldaşlar, Windows Server Microsoft şirkət tərəfindən buraxılan bir əməliyyat sistemidir. Server əməliyyatları üçün ən demək olar gözəl bir brend adıdır. Yəni Windows Serverin bir çox özəllikləri var, rolları var. Onları əlbəttə ki biz hissə-hissə sizlə keçəcəyik. Windows'un ilk versiyası Windows Server 2003 24 aprel 2003-cü ildə buraxılıb. Daha sonra isə 8, 12, 16, 19, 22 və hal-hazırda ən son stabil versiyası Windows Server 2025-dir. Axırıncı update-də onun martın 28-i olub 2024-də. Düzdür, mən 2025-i test eləməmişəm hələ. Bəzilərdəki biraz donmaları var, xətaları var, yəni bug'ları var. Mən ən çox istifadə etdiyim olub 2019. Yəni bütün özəllikləri o. Sadəcə olaraq Microsoft artıq 2019-cu versiyaya support eləmədiyi üçün mən bu dəfəki bizim kursumuzu 2022-yə həsr eləmişəm. Niyə? Çünki 2022-də artıq yeni və müasir özəlliklər çox olduğu üçün onu istifadə eləməyi məncə daha səmərəlidir, həm də məsləhətdir. Və bu günləri biz deməli yenə dediyim kimi Windows'un 2003, 2003 R2, 2008, 2008 R2, 2012, 2012 R2, 16, 19, 22 və yanvarda 2024-də 25-i buraxıb. Amma biz hələ 2022-dən gəlin başlayaq. Necə, nədir? Bu günləri biz birinci, yəni bizim tanışdığımız dərsimiz, yəni bu Windows Server biraz dərin mövzu olduğu üçün mən onu tez, yəni bir vaxta keçmək istəmirəm. Çünki server elə bir şeydir ki, onun neçəsə ay var kursu olur və mən də həftədə 1 və 2 dəfə onu keçəcəm. Amma yəni praktiki qaydada biraz doğru yerə keçəcəm ki, hamıya rahat olsun. Deməli, yoldaşlar, bu keçən dəfə biz kompüter dərs keçəndə Windows 10-un quraşdırılması barəsində göstərmişdim mən. VMware, yəni virtualizasiyada necə istifadə olunur, istifadəsi necədir? Yəni bildiyimiz real avadanlıqlarımız kimidir, VMware eyni şey. Windows serveri çünki bizim dəstəklərimiz çoxdur. DNS server, DHCP server, domain controller, group policy, exchange server, Zabbix falan olduğu üçün mən hamısını etap-etap keçəcəm. Təbii ki, yenə də biz virtualizasiya üzərindən keçəcəyik və mən onu VMware Workstation Pro 17-də keçəcəm. Deməli, birincisi biz ilk növbədə Windows serveri kompüterimize yazmaq üçün yenə də keçən dəfəki o Windows 10 kimi create new virtual machine seçərək typical seçirik. Burada yenə də keçən dəfə göstərmişdim. Biz əgər seçsək, bizdən lisenziya istəyəcək. Ona görə də biz I will install the operation system later, yəni əməliyyat sistemini daha sonra quraşdıracağım seçirik. Next. Buradan biz seçirik. Deməli, Windows Server 2022. Next-i vuraraq. Burada standart adı görürsünüz belə gəlir. Bizdə bir neçə dənə Windows server olacaq deyə. Çünki bəziləri soruşur ki, bir serverin üzərində neçə dənə rol qaldırmalı. Çoxları götürür virtualda hamısını eləyir, amma o məsləhət deyil. Çünki həyətdə server ucu çatdırmır deyə
məsləhət görürəm. Məsəl üçün, domen kontroller üçün bir server qaldırılmalıdır. Terminal server üçün bir server qaldırılmalıdır. Bir neçə dənəsində hə, rowları bir server üzərində eləmək mümkündür. Məsəl üçün, domen kontroller qaldıranda avtomatik DNS serverdə qaldırılmalıdır ki, məsəl üçün, sizin şirkətdə infrastrukturda olan kompüterlərinizi domenə rahat sala biləsiniz. DHCP əlbəttə ki, ayrı olur. Məsəl üçün, file server ayrı olur, print server ayrı olur. O yenə də hamısı xırda-xırda keçəcəyəm deyə mən etap-etap sizə izah edirəm ki, sabah inşallah bir intervyuda sizə dedilər ki, bir lab elə, bir praktika elə. Mən onların hamısını göstərim sizə. Deməli, bizdə birinci mövzumuz, yəni gələn dəfəki mövzu domen kontroller olduğu üçün domen sistemləri haqqında, Active Directory falan. Biz adını belə yazaq. Windows Server 2022 mötərizə yazaq DC, yəni domen kontroller. Next-i vuraraq, yenə də burada virtual olaraq mən 60 ya da 100 GB verəcəm. Next-i basaraq finish edirəm. Və bizim artıq parametrlərimiz burada gəldi. 2 GB 2 növbə. Əslində yoldaşlar bir şey qeyd edeyim ki, indi bu virtual olduğu üçün biz veri qoyuruq. Amma real həyatda Windows serverdə iki cür prosesorla işləyir. AMD Epic və Intuxionla. Yəni indi burada biz indi 2 qoyuruq, amma realda yəni daha da yüksək olur. Məsəl üçün AMD Epic-də hələ var 64 korluq prosesorluq server var. AMD Intuxion'da 32 də var. RAM 32 də ola bilər, 64 də ola bilər. Və edit machine settingimizi keçirik. Buradan biz yenə də keçən dəfəki dərsimiz kimi ISO-muzu seçirik. Bizim ISO-muz deməli Windows Server artıq görürüz ki, mən rəsmi Microsoft-dan trial versiyasını yükləmişəm 180 günlük. Yəni bizim işimizə tam uyğundur. Tak, deməli OK vuraraq biz artıq serverimizi hostlayırıq, başlayırıq. Bunu yenə də daha sonra quracağıq. Burada lüboy bir istənilən bir düyməni seçərək artıq Windows serverimizin qurulumuna başlayırıq. Yenə də həmişəki qaydada dil seçimi ingilis dilində, çünki mən ingilis dilində ISO seçmişəm. Install now-unu vururam. Deməli, burada yenə də bir seçirik, lisenziyamız yoxdur. Və yoldaşlar, belə bir məqam var. Bəziləri soruşur ki, Windows serverlə GUI ilə Core-un neçə cür row var? Yəni fərqləri nədir belə deyək. Baxın yoldaşlar, GUI deyəndə, yəni graphical user interface, yəni gördüyünüz kimi ekran, push knopkası, yarlıqlar, shortcutlar, saat falan. Yəni bax Google-da da bax sizə şəklini göstərim. Deməli yazıram Windows Server GUI version. GUI version yoldaşlar, bax bildiyimiz adi əməliyyat sistemi, yəni Windows 7, 8, 10 kimi, yəni bu da qrafik qaydada işləkdir. Bəli, biraz özəllikləri başqadır, amma sistem interfeys tərəfindən demək olar ki, eynidir. Yəni məsəl üçün bir şəkil açım sizə göstərim. Biraz internet zəifdir. Aha. Baxın yoldaşlar, bir açılsın.
Aha. Gördüyünüz kimi, baxın. Baxın, bax bu GUI versiyası olandır. Yəni əməlli başlı pusku, sahadı, yarlıqları, shortcutları, yəni bildiyiniz adi Windows kimidir. Yəni siz qrafik qaydada onu istifadə edə bilirsiniz. Amma indi mən bura yazsam Windows Server Core Edition. Core versiyada bax əməliyyat sistemi quraşdırıldıqdan sonra ancaq Linux kimi terminal, yəni ona terminal deyəndə var, başda düşən var, PowerShell kimi başa düşən var. Bildiyiniz terminal açılır. Siz hər bir əməliyyatı komanda vasitəsilə edirsiniz. Məsəl üçün saat seçimi komanda ilədir, IP vermək komanda ilədir, hostname vermək komanda ilədir, log of user'dır, user'ın yaradılmasıdır, lokal administratorun yaradılmasıdır, remote management, yəni RDS-in yaratma, hamısı komandalar vasitə keçir. Düzdür, o data centerlarda falan istifadə edilir. Ən çox yəni öyrənənlər, tələbələr, yeni başlayanlar hamısı GUI versiyası ilə işləyir. Çünki core-la biraz o komandaları əzbərləmək falan lazımdır deyə biraz adama çətin gələ bilər. Yəqin ki, aydın oldu hamısına. Core-la GUI-nin fərqini mən sizə dedim. İndi isə deməli biz keçirik. Mən burada adətən, burada yenə də Reminder Later seçirik. O bizim ayarlarımız ekran böldürməsi ilə bağlı. Mən seçsəm Data Center, Desktop Experience. Çünki mən bunların standart və Data Center təkcə seçsəm, məndə Core versiyası gələcək. Yəni sırf komanda var. Desktop Experience, yəni GUI versiyasıdır. Burada Next-i vururuq. Deməli, şərtlərimizi qəbul edirik. Custom-ı seçərək 100 GB-ımız var. Mən bölməyəcəm bunu. Apply OK. Bəli, burada yaradıldı. Bir dənə buna format. Və Next-i vuraraq artıq biz yenə də bax görürsünüz, eyni qurulum qaydasıdır. Həm Windows 7-də, 8-də, 10-da, 11-də. Sadəcə olaraq interfeys cəhətdən bir balaca fərqlidir. Dostlar, bu gedənəcən mən sizə bir məlumatı göstərmək istəyirəm. Biraz internet zəifdir, üzürlü sayın. Sadə şəkilləri göstərəcəm. Bəzən intervyuda belə bir sualla siz rastlaşacaqsınız ki, serverlərin neçə cür növləri var. Məsəl üçün, yəqin siz infrastrukturlarda görmüsünüz, bir var 32 rəqabətçidə server qrupu var, bir var balaca, bir var böyük və onun fərqləri barəsində mən demək istəyirəm, olan fərqlərdə. Birincisi, gəlin başlayaq. Blade server deyirlər. Qoy bir dənə yüklənsin. Burada baxaq görək. Installationımız gedir. Bəli, gördüyünüz kimi heç bir xəta olmadan restart veririk. Artıq konfigurasiyası yenilənir, heç bir xəta göstərmir. Aha. Yoldaşlar, baxın, Blade server, Blade əsli ürgüc deməkdir, yəqin ki, siz bilirsiniz.
Blade server nədir? Bəzi yerlərdə yəqin rastlaşmısınız. Blade server fiziki məkandan və enerjiden istifadəni endirmək üçün optimallaşdırılmış modul dizaynı sökülmüş server kompüteri. Yəni görürsünüz, elə bir hardasa sökülüb gətiribdir. Rəqabinə quraşdırılmış serverdən fərqli olaraq dostlar, Blade-də güc, soyutma, şəbəkə, müxtəlif interkonnekt xidmətlər server saxlaya bilər. Yəni bu korpusun, məsəl üçün bunu indi birinci şəkilə baxın zəhmət olmasa. Bu korpusun içində həm sizin network adapterınız var, həm onun cooling sistemi var. Yəni belə baxanda görürsünüz kompaktlı formada görsənir. Amma yəni içində hamısı var. Bu azı Supermikro şirkətinə aiddir. Çoxları Supermikro aiddir. Onun eni diametri belə deyirəm. Məsələn, rəqabin neçəliyi tanıyırıq. 15-lik var, 9-luq var, 32-lik var. Bunların isə həcmi 42-lik gedir. Saxlama, deməli, bunun içində hansı diskləri dəstəkləyir? SATA STI, SAS, DAS, FC və ASTI və Firewire. Asanlıqla, yəni rahatçılıqla siz bunu istifadə edə bilərsiniz. Yenə də infrastrukturdan asılı olaraq cürbəcür, yəni qurba, böyük də qurba belə, balaca da qurba belə. Daha sonra isə tower server. Tower bina serveri deyirlər əslində buna. Onu da göstərim sizə. Onu da fərqini deyim sizə ki, nə cür olur. Baxın, bildiyimiz masaüstü kompüterlə oxşayır. Amma bu da server nəslinə, belə deyək də, qrupuna aid olan bir sistemdir. Bu da yenə də SAS disklərlə ən çox Tower-a HP ilə Dell firmasında olur. Gördüyünüz kimi burada həcmə görə dəyişir. Bu da düz kiçik bir kompaktdır və infrastrukturdan istifadəçi sayına görə dəyişir. Və bildiyimiz rəqabin, baxın, 32 idi məsəl üçün. Bunu da üçün siz data center'da yığa bilərsiniz, RAID-lərinizi yığa bilərsiniz, serverinizi qoya bilərsiniz və digərləri. Daha sonra isə bir şey deyim sizə, bəzən sual verirlər bu barədə. ILO və iDirect nədir? ILO Dell firmasına aiddir. Onun network kartının interfeysidir. iDirect isə, yox, üzr istəyirəm. iDirect Dell-də olur, ILO HP-də olur. Yəni siz bura şəbəkə taxsaz, uzaqdan qoşulub bunu konfigurasiya edə bilərsiniz. Məsələn, bu HP-nindir. Məsələn, görürsünüz, artıq bunun butuna qoşulub var, bunun BIOS-una. Buradan konfigurasiya edə bilirlər. Məsələn, bu da onun daxili web interfeysidir. ILO HP-yə aiddir. Artıq buradan girib serveri remote qaydada və yaxud da orada interfeyslə hansısa bir USB kabellə qoşub konfigurasiya da eləmək mümkündür. Və yoldaşlar, gördüyünüz kimi artıq bizim serverimiz yükləndi. İndi biz bura lokal administrasiya üçün şifrə qoymalıyıq. Mən standart məsəl üçün belə bir şifrə qoyuram. Siz də bir şey qoya bilərsiniz, itirməmək şərtilə, yəni yadda qalan bir şey. Və gördüyünüz kimi artıq kompüterim açıldı, amma mən hansısa bir düyməni vururam. Ekran açılmır ki, mən şifrəmi yığım. Bunun üçün nə etmək lazımdır? Görürsünüz, burada yuxarıda VMware-də belə bir şey var. Send Ctrl Alt Delete to the virtual machine. Yəni biz onu vururuq. Görürsünüz, parol yeri gəldi. Şifrəmi yığıram və artıq interfeysimiz yüklənir. Amma yenə də ekran balaca olduğu üçün gördüyünüz kimi biraz kompakt deyil deyə. Görürsünüz, server manager avtomatik öz açılır. Şəbəkəmiz də var. Bu server menecerdir. Buradan yəni siz girib həm bildirişləri ala bilərsiniz, neçə dənə serverimiz var, oradan baxa bilərsiniz və rowları buradan silib və əlavə edə bilərsiniz. Və biz indi məsəl üçün install VMware Tools-a daxil olaraq görürsünüz, artıq bizdən deyir ki, hazırdır, quraşdırmaq mümkündür. Biz bunu yenə də quraşdırırıq. Həmçində serverlərdə yoldaşlar SSL, non-SSL RAM-lar var. Onlara da baxa bilərsiniz siz, nə cür olur, KVM, keyboard, KVM switchlər deyirlər, keyboard, mouse da olur. Və driverlərimiz qurulur, video karta, RAM, PS2 portlarının driverləri və ekranımız artıq böyüdü.
Bunu X edərək biz finişi basıb restart daha sonra da eləyə bilərik və gəlin birincisi biz saatımızı ayarlayaq. Bizdə Azərbaycan olduğu üçün +4'ü seçirik. Gördüyünüz ki, yenə də qeyri-adi burada bir şey yoxdur. Eynən Windows interfeys kimi işləyən bir əməliyyat sistemidir. Microsoft sinifinə daxil olan bir əməliyyat. Yəni sırf server işləmək və idarəsi üçün nəzərdə tutulubdur. Bəli, artıq gördüyünüz kimi serverimiz belədir. Görək IP nə alıb bu? IP config/o. Aha. 192.102.128. Yəni bu VMware-ın mənim Wi-Fi-ımdan aldığı şəbəkədir. Və gəlin baxaq bizim kompüterimizin, serverimizin adı necə gedir. Host name. Gördüyünüz kimi Win belə qarma-qarışıq gedir. Amma biz bunu bizdə domen olduğu üçün, yəni domen server olduğu üçün, domen kontrolü olduğu üçün biz bunun adını gələn dəstə dəyişib DC01 qoyacağıq. Yəni bu artıq olacaq DC01. Daha sonra isə yoldaşlar saatımızı düzəldirik. Saatımız məsəl üçün indi hal-hazırda 22:40-dır. Okey. Əslində əməliyyat sistemi quraşdırandan sonra siz mütləq şəkildə bunu update eləməlisiniz ki, tam bütün komponentləri otursun. Sadəcə məndə internet biraz, mən hal-hazırda evdə olmadığım üçün, ezamiyyətdə olduğum üçün, mən indi hal-hazırda rayondayım deyə, burada internet bir balaca zəifdir deyə, çox güman ki, məndə update getməyəcək. Amma siz mütləq şəkildə evdə olan zaman çalışın əməliyyat sistemi quraşdırandan sonra qoyun ki, bütün update'lərini çəksin, gətirsin və yoldaşlar, bugünlük bu qədər. İnşallah gələn dərsimizdə biz biraz dərs uzun olacaq, çünki domen sistemi, Active Directory bir balaca dərin mövzudur. Active Directory deyəndə çox vaxt fikirləşir, hə, Organization Unity yaradıldı, hə, user əlavə elədim, yetkilər verdim falan, amma xeyr, elə deyil. Active Directory mövzusu biraz dərin olduğu üçün domen kontrollerin, domenin, child, forestlər, ağacların, meşənin xeyli rolları var. Çünki biz həmişə özümüzə belə təsəlli eləmişik ki, hə, domenə saldıq kompüteri, serverdə göründü, amma elə deyil. Çünki subdomenlərimiz var bizim. Siz bir serverin üzərində bir neçə dənə də domen əlavələri yarada bilərsiniz. Yəni yenə də dərinliyi çoxdur deyə hamısı mən sizə etap göstərəcəm. Bugünlük bu qədər yoldaşlar. Təşəkkür edirəm hər biriniz baxdığınız üçün. İnşallah gələn həftə artıq dərsimiz hardasa biraz çox olacaq mövzuya görə. Bu gün sadəcə tanışlıq idi. Mən sizə məlumat verdim Windows server nə cür olur, necə yazılır və biraz digər serverlər barəsində məlumat verdim. Bugünlük bu qədər. Gələn mövzularla dostlar, gələn görüşərik. Sağ olun.